Внимание! Говорит Moskva. Döyüş getdikcə şiddətlənirdi. Qabaqda həmişə olduğu kimi 416-cı atıcı diviziya vuruşurdu. 90% Azərbaycanlılardan ibarət olan və ilk olaraq Ucar rayonunda formalaşan diviziya artıq Berlinə daxil olmuş və şiddətli döyüşlərin tam içində idi. Almanlar Berlini asanlıqla təhvil vermək fikrində deyildilər. Əsas problem yaradan qüvvə Brandenburg darvazasının arxasında yerləşən artilleriya qurğuları idi. Növbəti zərbələrdən sonra yaxınlıqdakı 3 mərtəbəli məktəb binası çökdü. Tüstü yatmamış 416-cı diviziyanın siyasi şöbəsinin rəisi Rəşid Əsədoğlu Məcidov iri çaplı qəlpələrdən xilas olmaq üçün yerə səpələnmiş əskərlərini qaldırır və var gücü ilə Azərbaycan dilində irəli Zastalinə komandasını verir. Bu cür sadə komandalara diviziyanın hətta Azərbaycanlı olmayan əskərləri də bələd idi və ayağa qalxaraq hamısı bir adam kimi əylə-əylə irəliləməyə başladılar. Bu zaman tüstü tamamilə sovruldu və Leytenant Məcidov qarşıda böyük bir bina gördü. Siyasi şöbənin rəisi belində asılan xəritəni təcili surətdə açıb qarşıdakı obyekti asanlıqla tapır və gizlədə bilmədiyi təbəssümlə pulemyotçu Ağa Şirin Cəfərova bu ki Berlindəki SSR səfirliyinin binasıdır deyir. Bu məlumatı qərargaha çatdırmaq üçün radistə işarə edəndən sonra Leytenant Məcidov qısa və konkret bu dəfə rus dilində əmr verir. Ehtiyatla hərəkət edirik. Binamıza bir dənə də olsun mərmi dəyməməlidir. Pulemyotçu Cəfərov yüksək peşəkarlıqla səfirliyin mühafizəçisini aradan götürür və diviziyanın tankları piyadaçıları müşayiəti ilə hücuma keçirlər. İrəlidə Leytenant Məcidov, Sıravi Məmmədov və Andreyev hərəkət edirlər. Məcidov tərəfindən qısa müddətdə zərgər dəqiqliyi və düzgün hərbi taktika ilə planlaşdırılmış hücum nəticəsində bir neçə saata və cüzi itkilərlə Sovet İttifaqının Berlindəki binası heç bir xəsarət almadan bizimkilərin əlinə keçirilmişdi. Bundan sonra Leytenant Məcidovun rəhbərliyi altında 416-cı cəngavər diviziya bir neçə gün ərzində Berlin Universiteti, Daxili İşlər Nazirliyi, Reichsbank, Kaiserwulgemin iqamətgahı və digər vacib məntəqələri azad etmişdilər. Bütün bu əməliyyatlar zamanı Leytenant Məcidovun itkiləri olsa da, bu digər diviziyalardakindən qat-qat az idi. Bütün əməliyyatlara başçılıq və öndə hücum edən Rəşid Məcidovun özü idi. Mayın 2-sində isə yenə də Leytenant Məcidovun birbaşa başçılığı ilə bir qrup əskər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev Berlinin simvolu olan Brandenburg arkasının üzərinə Sovet bayrağını sancmışdılar. 416-cı Azərbaycanlılar diviziyasının başda Leytenant Rəşid Məcidov olmaqla bütün əskərləri göstərdiyi şücaətlərə görə Sovet hərbi rəhbərliyi tərəfindən mükafatlandırılıblar və Rusiyada onların adı ən yüksək məclislərdə böyük hörmət və ehtiramla çəkilir. Təəssüflər olsun ki, doğma Azərbaycanda bu ibrətamiz həmvətənlərimizə nə heykəl qoyulub, nə də onlar haqqında orta məktəb dərsliklərində məlumat var. Eyni zamanda beynəlxalq ensiklopediya sayılan Wikipedia veb səhifələrində Leytenant Rəşid Məcidov və onun diviziyası haqqında rus dilində məlumat olsa da, Azərbaycan dilində hələ də heç nə yoxdur. Bundan əlavə, Rusiya ədəbiyyatında bizim qəhrəmanlar haqqında Fyodor Bokov Vesna Pobeda kitabında ətraflı yazmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında təəssüf ki, onlar haqqında dəyərli yazı yoxdur. İnşallah, heç kim və heç nə unudulmayacaq.